0% sərmayə ilə hosting şirkəti qururuq. Əvvəlcədən bunu deyim ki, bu videoda heç bir ödəniş sistemindən istifadə etməyəcəm. Tamamilə pulsuz sistemlərdən istifadə edərək bir hosting şirkəti qururuq. Tək ödəniş etdiyimiz, hal-hazırda işlədiyimiz çaydır. Əvvəlcə Google-da belə bir axtarış edirik. Qarşımıza çıxan ilk linkə klik edirik. Açılan səhifədə $1000 kredit olan bölməni seçirik. Burada 150.000 kredit də verir. Daxil olduğumuz yerdə əgər profiliniz varsa giriş edin və yeni bir hesab yarada bilərsiniz. Sizi çox vacib və lazımlı məlumatlarla yormaq istəmədiyim üçün əvvəlcədən açdığım və heç bir ödəniş etmədiyim bir profildə addımlara davam edəcəm. Burada oluştur butonuna klik edirik. Daha sonra isə Ubuntu serveri seçərək yolumuza davam edirik. Burada hal-hazırda bütün məlumatlar yerləşdirilib. Sadəcə buraya Nihal 1.2 yazırıq. Bu serverimizin adı olacaq. Buradan isə US Central seçirik. Bitdi. İşimiz bitdi. Sadəcə bizim kompüterə qoşulmaq üçün bir ədəd şifrəyə ehtiyacımız olacaq. Buna görə də şifrə ilə giririk. Adını Nihal qoyuruq. Şifrəni sizə deməyəcəm. Okey. Şifrələri doldurduqdan sonra davam edə bilərik. İşimiz bitdi. Sağ tərəfdə bizim üçün bir hesablama aparıb. 0% sərmayə dedikdə mənfi $85 düşdük. Gözdən keçir və oluştur butonuna klik edirik. Daha sonra Azure bizim üçün gözdən keçirdir və ən sonda isə oluştur butonuna klik edirik. Və Azure bizim üçün artıq kompüterimizi hazır elədi. Kaynağa git butonuna klik edərək Azure'da yaratdığımız kompüterə daxil oluruq. Azure virtual serverimiz hazır oldu. Bəs bunu necə hosting serverə çevirəcəyik? Kompüterə daxil olduqdan sonra bağlan butonuna klik edirik. Buradan isə təkrar bağlan deyirik. Burada bizim üçün IP verir. Bu IP-ni kopyalayırıq. Kompüterimizdə PuTTY açırıq. Yuxarıda hostname yazan yerə IP adresimizi yapışdırırıq. Bağlan deyirik. İcazə veririk və bağlandı. Bura artıq Nihal yazırıq. Sizə demədiyim şifrəmi yazıram. Kaş özümə deyərdim şifrəni. Okey. Virtual serverimizə daxil olduq. İndi isə nələr edəcəyik? Bizim üçün ən lazım olan idarəetmə sistemlərindən biri də cPaneldir. Burada sağ tərəfdə Free Trial-a daxil oluruq. Free Trial bölməmizdə qarşımıza belə bir panel çıxır. Buradakı məlumatları doldurduqdan sonra göndər butonuna klik edirik. Bir müddət sonra görürük ki, cPaneldən bizə bir belə mesaj gəlir. Burada olan kodu kopyalayırıq, serverimizə gələrək serverimizə yapışdırırıq sağ kliklə. Enter basdıqdan sonra görürük ki, xəta aldıq. Günün sonunda bunu demək istəyirdim ki, bugünün başlanğıcında 0 sərmayə ilə başlayacaqdıq. Hal-hazırda mənfi $120-140 arası borcumuz var. Təbrik edirəm sizi də, özümü də. Təşəkkürlər.